Bismillahirrahmanirrahim. Aləmlərin Rəbbi olan uca Allaha həmd sənalar olsun ki, son günlərdə İran İslam Respublikasının daxilində baş verən ixtişaşların xaricdən, xarici qüvvələrin tərəfindən idarə olunmasına aid yetərli qədər sənəd, sübut və video materiallar dünəndən etibarən artıq medianın müxtəlif platformalarında paylaşım halındadır. Bildiyimiz kimi biz ümumiyyətlə soyuq müharibə şəraitində yaşayırıq. Bəli, bəzi ölkələrdə bu soyuq müharibələri odlu müharibələrə təbdil olunub və soyuq müharibənin də ən şiddətli döyüş meydanı media platformalarıdır. Biz hamılıqla bilirik ki, media platformalarının əsli hədəf və məqsədləri nədən ibarətdir? Və bu platformaların layihələri insanları, dünya xalqlarını hidayətə doğru yönəltməkdən ötürü deyil, xalqlara həqiqətləri açıqlamaqdan ötürü deyil, insanların təlim, tərbiyə, insani dəyərləri, necə deyərlər, yaşayıb yaşatmaqdan ötürü deyil. Əksinə, bu platformaların proyektləri və layihələri bütün dünya xalqlarını hidayətdən ayırıb zəlalətə düçar etmək və son nəhayətdə isə xalqları ümidsizlikdə qərq etməkdən ibarətdir. Dünya qurulandan ta bugünkü günə qədər ticarətin, biznesin özünün bir qanunu var. Az bir sərmayə ilə çox böyük pul, sərvət, mal dövlət ələ gətirmək və hər bir əşyanı, hər bir şeyi ucuz qiymətə alıb daha baha qiymətə satmaq. Media platformalarında isə ən çox mediada, yəni medianı ən çox deyəndə ki, layihəsi budur ki, sözü ucuz alıb baha satmaq. Fake xəbərlər, yalanlar, şayələr demək planlaşdırıb, düzəldib, bunu dünya xalqlarına çatdırmaq və müxtəlif demək yollarla izləyicilərin sayını artırmaq, böyük məbləğdə pullar ələ gətirmək media maqnatlarının əsl hədəf və məqsədlərindəndir və qeyd etdiyimiz kimi və bunun da nəticəsi nə olur? İnsanların zəlaləti və ümidsizliyi. Aləmlərin Rəbbi olan uca Allaha həmd səna olsun ki, bu sonuncu fitnə və ixtişaşda və fitnə və fəsadda bulanlıq sudan balıq tutmaq istəyənlərin toruna balıq düşmədi, balıqsız qaldılar. Mediaları işlədən, çalışdıran rəhbərlər və bu platformalarda trollluq edən, dünya və axirətini satan trollara, blogerlərə müraciət edirəm. Öncədən siz bir şəxsiyyət haqqında söz danışmamışdan qabaq məsləhətdir ki, öz boyunuzun ölçüsündə bir aynanın qarşısında dayanasınız. Əgər insafınız, vicdanınız varsa, bir baxın, fikirləşin, düşünün. Mən istəyirəm bir şəxsiyyət haqqında bir söz danışam. Mənim parametrim buna icazə verir ya yox? Ondan sonra danışın. Sizin Ayətullah Üzma müsəlmanların rəhbəri Seyyid Əli Xamneyi haqqında bu ixtişaşların ilk günündə yayımladığınız fake xəbərin bu günləri necə deyərlər, cavabını sizlərə vermək istəyirik. Və biz bilirik ki, bu ixtişaşların ilk günlərində demək media şəbəkələrində əziz rəhbər böyük mərci təqlidin haqqında
Ağanın şəxsiyyətinə, şəninə yaraşmayan bir başlıq ilə demək fake xəbəri sosial medialarda yayımlandı və bu xəbər demək bu başlıq iki tərkib hissədən ibarət idi. İran İslam Respublikasında baş verən ixtişaşların nəticəsində nizam süquta doğru gedir və Ayətullah Xameneyi ölkədən qaçmağa hazırlaşır. Dəlili nədir qaçmağın? Buna da bir izah verirdilər. Mən özüm şəxsən görmüşəm. Həm canını qurtarmaqdan ötürü, həm də daha bir gülməli şayə yığdığı milyardları özü ilə demək, özü ilə aparıb milyardlarını da qurtarmaqdan ötürü. Biz burada sizə bir cavab veririk. Tək-bətəkinizə öz arşınınla ölçmə. Necə ki dedik ki, bir şəxsiyyətin haqqında xüsusən müsəlmanların rəhbəri, böyük mərci təqlid Ayətullah Seyyid Əli Xameneyi və onun mislində olan digər böyük şəxsiyyətlər haqqında əgər söz danışmaq istəyirsinizsə, əvvəl bir özünüzə baxın. Görün, sizin buna ləyaqətiniz var, ondan sonra danışın. Əgər ləyaqətiniz yoxdursa, siz ki, dünya axirətinizi əldən vermişsiniz. Siz ki, nə haqqı başa düşürsünüz, nə haqq əhlini. Niyə? Çünki siz Fironun, Hamanın, Nəmrudun və dünya hegemonlarının ardıcıllarısınız. Hər cəhətdən sizi qara bədbəxtçilik əhatə edib. Nə söz həqiqəti eşitməyə qulağınız var, nə həqiqəti görməyə gözünüz var, nə həqiqətin qarşısında təslim olmağa qəlbinizin vicdanı və insafı var. Heç biri yoxdur. Qara bədbəxtçilik hər cəhətdən sizi əhatə edib. Siz bir baxın, görün. Ayətullah-ı Üzma, müsəlmanların əziz rəhbəri, Allah ömür versin inşallah, bir neçə ildən sonra ağanın 90 yaşı tamam olacaq. Qaçmaq, ölkədən qaçmaq məfhumu, anlamı hansı cəhətdən ağaya yaraşır? Hansı cəhətdən, hansı səbəbə görə siz bu fake xəbəri ağaya nisbət verdiniz? Hansı cəhətdən dediniz ki, xəbərlərdə yayımladınız ki, ağa milyardlarını qurtarmaq istəyir? Bunu yadınızda saxlayın. Yenə də deyirəm, öz arşınınla ölçmə. Siz əvvəla bilin ki, ağanın məqamını Allah Taala ona verib. Yəni o izzəti Allah verib ağaya. Və ağanın məhəbbətini və ağanın sevgisini insanların ürəyinə salan Allahdır. Hərçənd ki, sizin Allahla heç bir işiniz yoxdur, Allahın qanunlarıyla heç bir əlaqəniz yoxdur. Səbəbini də dedim sizə. Siz bunu görə bilmirsiniz, dərk eləyə bilmirsiniz, düşünə bilmirsiniz. İllər boyu bu sahədə əlinizdən gələni eləyirsiniz, amma nəticə etibarı ilə məğlubiyyətdən və xar olmaqdan başqa sizə heç nə qalmır. Təəccüblü burasıdır ki, siz bundan da özünüzə ibrəti almırsınız. Kör tutduğun buraxmayan kimi siz də bunu buraxmırsınız. Bu milyardlar ağanın nəyinə lazımdır? Ağa bu milyardları neyniyəcək? Ağanın bugünkü yaşayışı göz qarşısındadır. Bunu dost da bilir, düşmən də bilir. Ağa bu milyardların sahibidirsə, niyə öz ölkəsində 80 milyondan çox bir insan kütləsinə, xalqa rəhbər olduğu bir halda, qüdrət əlində olduğu halda bu milyardlardan xərcləmir? Sizin kimi ağanın brend libasları yox, bahalı maşınları yox, bahalı evləri yox, villaları yox, heç bir şey yox, qızılları yox, daşqaşları yox. Sizin bir ömür hidayət
daha doğrusu himayət etdiyiniz və hidayət etdiyiniz öz yolunuza dırnaqarası hidayəti ki, siz Pəhləvi sülaləsinə eləyirdiniz, siz onu axırda qoruya bilmədiniz, saxlaya bilmədiniz və Pəhləvi necə İran ölkəsini tərk elədisə, qaçdısa, siz istəyirsiniz bu günləri də bu fake xəbərlə Həzrəti Ayətullah Üzma Xameneyi ağanı gətirəsiz o məqama salasız. Öz arşınınla ölçmə. Fərrar sizsiz. Fərrar sizin himayət elədiyinizdir. Siz Əhl-i Beyt əleyhissalamın məktəbini mütaliə eləyirsiniz. Heç bir şəkkim yoxdur bunda. Amma çünki sizin niyyətiniz təmiz deyil, saf deyil, sizdə daxili aləminizdə nuraniyyətiniz olmadığından, həqiqəti görmədiyinizdən, Əhl-i Beyt əleyhissalamın məktəbinin nə fəlsəfəsini düşünə bilirsiniz, dərk edə bilirsiniz, nə məntiqin. Mən bunu sizə deyirəm ki, bizim Əhl-i Beyt məktəbinin banisi Allahın Rəsulü Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm və o məktəbin bünövrəsinin qurulmasında Peyğəmbərlə çiyin-çiyinə dayanan Əmir-ül-Müminin əleyhissalamdır. Və bu məktəbdə bilin nə var. Bunu demək istəyirəm ki, bu məktəbdə Fərrar yoxdur. Bu məktəbin fəlsəfəsi kərrar məntiqi üzərindədir və təyyar məntiqi üzərindədir. Mən sizə Fərrarın nə olduğunu dedim. Mübarizə meydanında, döyüş meydanında haqq ilə batil qarşı-qarşıya durduğu bir zamanda bütün İslamın qələbəsində düşmənə mərd-mərdanə hücum çəkən kərrar olub kərrar. Bu kərrarın qarşısından qaçan Fərrar olub Fərrar, bu da sizlərdəndir, özünüz bilirsiniz. Xeybəri yadınıza salın. Əbdəvitləri yadınıza salın. Bədir döyüşünü yadınıza salın. Və Kərrardan dərs alan Heydər-i Kərrarın, Əmir-Müminin ağanın qardaşı İslam'a ilk 2 qol verib, onun əvəzinə Allahdan əcr mükafat alan Cəfərdir ki, Allah Rəsulü dedi, şəhid döyüşlərin birində, Təbuk döyüşündə şəhid olan Cəfərin 2 qolunun əvəzinə Allah ona 2 qanad verdi və həm dost, həm düşmən bilir ki, Cəfərin şəhadətindən sonra Cəfər-i Təyyar ləqəbi ilə dünyada məşhur oldu və qiyamətdə də Cəfər-i Təyyar gələcək. Kərrarın yanında Təyyar vardı. Siz Kərbəlanı unutmamsınız. Siz Kərbəladan xəbərlisiz, məlumatlısınız ki, Kərbəlada həm bir şəxsiyyət vardı ki, hamı ayrı-ayrılıqda hərə bir kərrar idi orada. Amma bu kərrarların içində həm kərrar və həm təyyar var idi ki, Həzrəti Abbas əleyhissalamdır. Əhl-i Beyt əleyhissalamın bugünkü günə qədər yaşanmasının amillərindən biri də bu məktəbin ilahi tərəfindən qorunub saxlanılmasının səbəblərindən biri də bu məktəbin alimləridir, mərci təqlidləridir, fazilləridir, mömin kişiləridir. Seyyid Əli Xameneyi Fərrar deyil, o kərrardır. Yadınızda bunu saxlayın. Əmir-ül-Müminin əleyhissalam necə ki gecə-gündüz mübarizə döyüş meydanlarında
ölümün dalıca gedirdi. Yəni hansı ölümün? O ölüm ki Allah yanında dəyərlidir. O ölüm ki insanın Allah yanında həm başını uca eləyir, həm də insanın üzünü ağ eləyir. Əleyhissalam o ölümün ardınca idi. Son nəfəsində aldığı qılın zərbəsində nədir dedi? And ola Kəbənin Rəbbinə xoşbəxt oldum. Bu günləri Həzrəti Əli əleyhissalamın sülaləsindən olan zamanın Seyyid Əli Xameneisi, müsəlmanların rəhbəri də elə şərəfli ölümün dalıcandı. Şərəfli ölüm ardınca olandan fərrar olmaz. Öz adınızı bizim istəkli müsəlmanların əzizi olan rəhbərə qoymayın. Yenə deyirəm, öz arşınınla ölçmə. Bizim müsəlmanların əziz, sevimli rəhbəri bu meydanda bu günləri kərrar olub və kərrar vardı, ta təyyar olana qədər dayanır və o təyyar olmağı gözləyir. Bəs nəticə etibarı ilə topunuzu gedin başqa meydanda oynayın.